Hazırlıqlar görülüb. Artıq səhnəyə çıxmağa dəqiqələr qalıb. Gənc qaliblər həyəcanlıdırlar. Səhnəyə çıxmazdan öncə qaliblərin təəssüratlarını öyrənirik. Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı yanaşma və özünü ifadə bacarıqlarının formalaşmasına töhfə verir. 6-17 yaş aralığındakı uşaqları bir araya gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb. 2025-ci ilin mart ayında start götürən bu ilki festivala 27 mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş miqyasını, uşaqların incəsənətə artan marağını bir daha təsdiqləyir. Seçim mərhələsinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub. Günün ulduzları səhnədədirlər. Proqram çərçivəsində qaliblər solo çıxışlarla yanaşı, tanınmış incəsənət xadimləri ilə duet nömrələri və xüsusi hazırlanmış musiqi səhnə kompozisiyaları ilə çıxış etdilər. Festivalın Heydər Əliyev mərkəzində keçirilən yekun mükafatlandırma mərasimində qaliblər təltif edildi, daha sonra isə onların ifasında konsert proqramı təqdim olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Uşaq İncəsənət Festivalı fondun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir. Bu platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından çıxararaq ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət edən bir mədəniyyət mexanizminə çevirib. Yaradılan elektron analitik platforma əsasında hər bir bölgədə hansı istedadların olduğu üzə çıxır, mədəniyyət sahəsi üzrə data əsaslı idarə etməyə imkan verir. Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.